Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə dövlət naziri Lord Vernon Quakeri qəbul edib. Azərbaycan prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Keir Starmerin salamlarını dövlətimizin başçısına çatdırdı. Lord Vernon Quaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək, əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Keir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırladı. İki tərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı, ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirdi. Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın xüsusi roluna toxundu. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu dedi və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.